çıxır. Bəli, Azərbaycan milli komandasını biz görürük. Rəqib İngiltərə seçməsi. Görüş başladı. Millimizə uğurlar arzulayırıq. Eşkin Tağıyev. Elvin Əlizadə topu kazandırır komandamız. Eşkin Tağıyev, Elvin Əlizadə. Top kapı telinə deyir. Necə və əla mövqedə topu qəbul edir. Mirmehdi zərbə lazımdır. Top kapının yanından keçir. Mirmehdi Rızayev də yoxladı. Mirkamil. Mirkamil'in ötürməsi. Oy 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 oy. Necə əla ötürmə və oynamışdı. Təmkin Xəlilzadənin zərbəsi. Gol! Xəlilzadə əla zərbə ilə millimiz hesabda öne keçirir. Əhsən uşaqlar. Bu golda Mirmehdi Rızayevin əməyi çox böyüdü. Sən sadəcə alqışlamaq lazımdır. İlk hissə yekunlaşır. Azərbaycan komandası Təmkin Xəlilzadənin qolu ilə hesabda irəlidədir. İkinci hissənin startı verilib. Komanda üzvlərimiz tez-tez mövqelərini dəyişirlər. Samir Əmzəyev, Samir'in ötürməsi Xətai Bağırov. Xətai Bağırov 2 dəfə alınmadı. Rəvan Kərimov Xətayinin 3-cü cəhdi. Sığıyıb. Amma Xətai Bağırov. Əslində kapitanlar bu məqamda daha sakit olmalıdır. Bu görüşdə biraz fərqli mənzərənin şahid oluruq. Musa Bəm. Musa Bəm sürətlə irəliləyir. Musa Bəm zərbə qapıya və çox təəssüf. Musa Bəm tək başına irəlilədi və hesabı bərabərləşdirir. 1-1 olur hesab. Hesab bərabərləşir. Bizim komanda belə səhvə yol verməzdi, amma Musa Bəm çox rahat şəkildə irəlilədi. Məhəmməd gözlüyür, rəqbini keçməyə çalışır. Məhəmməd Xəlilov mərkəzə meyilləndi. Ötürməsi əla alınır. Rəvan Kərimovun zərbəsi. Məhəmməd Xəlilov yenə də top müdafiəçiyə deyir. Fitzgerald cərimə zərbəsini yerinə yetirir. Və topu öz qapısına göndərir. Bəli. Gələr olsun. Biz də bu hədiyəni məmnuniyyətlə qəbul edək. Qoy biz də belə hallara sevinək. Nə vaxta qədər hakim haqsızlığı, adi səhvlərimizdə rəqib sevinməlidir. Biz sevinirik, yaxşı eləyirik. Əlbəttə ki, bu qələbə bizim haqqımızdır. Fitzgerald